Salam əzizlərim, canlarım, ciğerlerim. Bu kadar yer gezdim. Haralardan. Biraz yemişen yağdım. Yolun o yüzünden, otaydan. Biraz sarı yemişen, biraz qara yemişen. Biraz dağdağın yığdım. Buralarda olmamışdım. Dedim bir yolun o yüzüne de gelim. Məktəbdən də elə bir ki, məktəbdən sola. Ama ben burada bir tablo gördüm. Birinci seferdi ki burada oluram diye indi görürüm. Ben bu indiye de aitti göresen. Yazılıb ki dur ateş açarlar. Keçid qadağandır. Görürsən bu indiye aitti. Yoksa o vaxtdan qalıb sınaq. Hani buraların hamısı bizimdi. Niye ateş açsınlar ki? Yəqin ki o vaxtdan qalıb. Erməni köpək. Bax buraya ilə ora sərhəd olub. Bir müvəqqəti. Ayda nə günə qalıb oraya. Bu da Cəbrayılın təzə tikilmiş məktəbidir. Düzərçən ki, bayaq düz yandan keçdim. Prost indi o yazının tablonu gördüm. Mənə qəribə gəldi. Bu dağın da arxasında bayrağımız var. Bir də burada bir yerkə bir tablo var. Bilmirəm, bu tablosunu inşallah ki, bir gün çıxmadan baxacağım. Qəribə gələn bu oldu. Bu tablo. Buna görə çəkmək qərarına gəldim. Paylaşmaq qərarına gəldim. Yağdıqlarım isə bunlardı. Sarı yemişən, qırmızı yemişən, bir də dağdağanlar. Torpağım yetirir də, hər cür gözəlliklər yetirir. Bizə bunu yağmağa qismət eləyən, göydə Allah, yerdə şəhidlərimizə, qazilərimizə sonsuz minnətdarıq. Onların borcundan ömrü boyu çıxa bilmədik. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Amin, amin, ilahi amin.